Nəsimi rayon ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Maskalı şəxs lombardda çalışan iki qadın işçisini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib. Nəsimi rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olaraq saxlanılıb. Hadisənin görüntüləri obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan yaddaşa həkk olunub. Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.